Okey, belə eləyək onda. Klasslarla bağlı benim də ilkin həm də sürətli formada deyil. Müəyyən qədər çünki məlumatım var artıq. Bəli, bəli. Müqayisə olaraq desək, bu da zaten ilkin belə deyim, məlumat üçün desək ki, bu da zaten belə tip yaratmağa kömək eləyir. Buna qədər ki, əvvəl primitiv tiplərlə tanış olmusan da, intdir, booleandır, shortdur və bytedir. Bəli. Onlarla aşağı yuxarı əslində eyni məqsədə xidmət edirlər. Sadəcə arada bir neçə dənə fərq var. Düzdür, biraz əsaslı fərq var da. Primitiv tiplərin həm yaddaşda yerləşmə baxımından, həm də məlumat saxlama və sairə əlavə funksiyalar baxımından da fərq var. Amma ümumi baxanda belə, e, belə deyim, bu klasslar da tipdir, digərlər də tipdir. Digərləri deyəndə nələr nəzərdə tutulur? Bayaq dediyimiz kimi primitiv tiplər ola bilər, stringlər ola bilər və s. Bunlar artıq dilin özü tərəfindənmi deyə və yaxud dili ərsəyə gətirən və yaxud əsas belin dəstəkçisi olan Microsoft tərəfindən artıq beləndə onların həm bizim istifadəmizə beləndə təqdim eləyiblər. Həm onların məsələn hazır funksiyalar var, funksionallıqlar var, elan olunma və s. və açar sözləri hamısı yerindədir, istifadə edə bilər. Məsələn, klasslarda da bildiyimiz kimi, klass açar sözündən istifadə edərək tiplərimizi yaradırıq. Bunlar sadəcə primitiv yox, referans tayplar olur. İndi bilirsən də, referansla value tayplarının əsas məsələsi yaddaşda yerləşməsi idi və proqram boyunca istifadə olunanda onların özlərində dəyərimi yoxsa ünvanımı saxlama məsələsi idi. Məsələn, RAM və yaxud da belə deyək də, proqramımız icra olunanda, nəinki bizim proqramımız, istənilən bir belində kompüterdə proqramdır və yaxud kodumuz belə run olundusa, işə salındısa belə deyək, RAM yaddaşa yüklənir. E, RAM-da kim bilirsən də random access memory-də bu Belə belə yaddaş baxımından yəqin ki, üstündən keçmisiniz də. müvəqqəti yaddaş. Deməli, hə, operativ yaddaş, müvəqqəti yaddaş və yaxud RAM yaddaş deyilir. Müvəqqəti olmasının da səbəbi nədir? Bu bizim belə deyim də, kompüterimizdə və yaxud device deyə cihazımız da ola bilər də, fərq eləməz. Bura sırf kompüterə aid eləməyə də bilərik. Çünki yazdığımız kod e, digər cihazlarda da istifadə oluna bilər. Nəinki, məsələn, telefon ola bilər və s. mikrokontrollerlər bunlardan tutmuş da hamısı ümumilikdə device ona görə və yaxud cihaz deyək. Hamısı deyə bilər. Yəni, tək kompüterdə işləmir. Hə, dedik ki, deməli bizim kodumuz və yaxud proqramımız və yaxud hazırda məsəl üçün ekranda gördüyümüz bu proqramlar da ola bilər. Bunlar o vaxtı işləyici və yaxud işlədiyi anda və yaxud işə düşdüyü anda RAM yaddaşa yüklənməsi deməkdir artıq. Yəni bu RAM yaddaşa yüklənir. O halda yəni belə deyim də işə düşmüş olur. Yoxsa sadəcə kənarda belə deyim də adi fayldan heç bir fərqi olmur. Məsələn, sən text faylı yaratmısan, Word faylı yaratmısan, kənarda durubsa, onunla onun və yaxud proqram kodunun və yaxud proqramın heç bir fərqi olmur. Belə ümumi baxanda da, yəni işə yaramır. Hə, işə yarandısa yüklənir də artıq RAM yaddaşa. Məsələn, RAM yaddaşa yüklənməsi nə deməkdir? Bizim öz proqram kodumuzda istifadə elədiyimiz dəyişənlərin artıq bu yaddaş sahəsində yerləşməsi deməkdir. Burada da yaddaş sahəsində ümumilikdə iki yerə bölünür. Stack yaddaş deyirlər və heap yaddaş deyirdilər. Arasında nə fərq var? Stack yaddaşda dəyərlər saxlanılırdı. Əslində heap yaddaşda da dəyərlər saxlanılır. Amma burada bir situasiya var ki, məsələn, bizim kodumuzun bu hissəsində məsələn proses gedir, əməliyyat gedir, nə gedirsə, bu birbaş ip yaddaşa müraciət eləyə bilmir. Bu birbaş gedirdi, özündəki yenə də stəkə müraciət edirdi. Buradan keçirdi ona görə hip yaddaşa. Hə, bu niyə keçirdi, nəyə görə keçirdi, onun da cavablayaq. Məsələn, primitiv dəyişənlərdən tutaq ki, int tipindən biz hər hansısa bir A dəyişəni yazdıq. Düzdür, A dəyişənimiz biraz əyri oldu. Geri qaytar. Int tipindən tutar ki, Bəli. A dəyişəni yazırdıq və buna bir dəyər mənimsədirdik, düzdür? Bu bütövlükdə A dəyişəni stek yaddaşında yer alırdı. Başqa bir belə deyim də, hip yaddaşa düşmə olsun, nəsə olsun baş vermir. Amma bizdə referans tipli dəyişənlər olanda, hansı ki biz klasslardan istifadə edəcəyik, onlarda məsələ biraz fərqli işləyir. Onların dəyərləri biz bilirik də klasslar içərisində müəyyən sadə tiplərin əslində özündə saxlanmasından ibarət olan biraz mürəkkəb tipdir də. Yəni normalda klassın içində yazdıqlarımız da adi tiplər ola bilər. Məsəl üçün int ola bilər, string ola bilər, byte olar, nə bilim boolean tip olar, fərq eləməz. Həmçinin də özündən də saxlaya bilər də belə deyim. Özündən dediyimiz də nədir? Yaratdığın klass içində həm öz klass,
dəyişənlərimiz, həm də digər klass dəyişənlərini də saxlaya bilər. Yəni biraz mürəkkəb tip sayılır da, içində sadə və digər tipləri saxlayır. Amma onların yaddaşda yerləşmə baxımından klasslar deməyək də ümumiyyətlə referans tipli dəyişənlər deyək. Onların dəyişənlərin adları bu hissədə, məsələn, B ilə işarələnən dəyişən bu hissədə qalırdı. Bu B-də burada ünvan məlumatı saxlanılırdı. Məsələn, C++ dilində orada pointerlərlə yəqin ki, işləyəndə görmüsən də, ə, ünvan məlumatını almaq üçün, nə bilim, birbaşa onun Bəli, dəyər məlumatını almaq üçün ulduzdan falan istifadə edirlər. Burada da bax bəli. bu hissədə, stack hissədə həmin bizim dəyişənimiz qalır, bir də onun yaddaş sahəsi qalırdı. O yaddaşda həmin bax bura istinad eləyirdi. Dəyərlər artıq burada qalır. Hansı ki, məsəl üçün int a bərabərdir 5 idi, artıq bax heapdə yerləşəcək. Int məsələn bunun içində B deməyək, sonra qarışdıraq da. Məsələn C dəyişəni var idi. Bunlar hamısı burada yerləşir. Və proqram birbaşa artıq heapə onsuz da müraciət eləyə bilmir və bu özündə hər zaman ünvan məlumatını daşıyır. Məsələn, orada ola bilər ki, müəyyən qədər test aparmışdınız da, mənimsətmə əməliyyatları referans tiplərlə adi tiplərdə biraz fərqli işləyir. Çünki referans tiplilərdən mənimsətmə eləyəndə nə baş verirdi? Sadəcə ünvan mənimsədilirdi. Ünvan da özü zaten bir dənə yerə bağlıdır axı. İndi məsələn düşün, B1 və B2 deyə bizim referans tipindən olan dəyişənlərimiz var, amma arada bir belə bağlılıq var ki, B2-yə B1-i mənimsətmişik. İndi B1-in üzərində hər hansısa bir dəyişiklik eləyəndə, məsələn B1-in içərisində olan C dəyişəninə 3 mənimsədəndə B2-nin də içində olan C dəyişəninin dəyəri 3 olurdu. Bunun altında yatan səbəb nə idi? Bunlar bir-birinə mənimsətmə əməliyyatı yerinə yetiriləndə, düzdür, bura bir balaca çox qarşılıqlı gəldi, rəngi bir dənə dəyişmədən istifadə edək. Mənimsətmə həyata keçirəndə adi dəyişənlərdən fərqli olaraq bunlar bir-birinə ünvanla bağlanırdılar. Yəni məsələn simple dəyişənlərdə tutaq ki int 5 burada bir dəqiqə nə yazmışdıq? A yazmışdıq da düzdür. Int A-ya Bəli. 5 vermişik. Bir dənə də dəyişən yazırıq ki int məsəl üçün A1. Mənimsədirik buna A-nı. Bu da neyinir? Gedir stəkə baxır, birbaşa dəyərin götürür, 3-ü verir buna. Vəssalam. Bunlar arasında heç bir əlaqə qurulmur. Amma bu biri referans tiplərdə isə özündə nə saxlayır? Ünvanı. Ünvanı verir. İndi bir dənə gözlə bura lap çox qarışıqlıq oldu. İndi bir dənə də qayıdaq təkrardan. Bax belə eləyirik. Bu bizim stəkimiz oldu, bu da bizim oldu heapimiz. Deməli Bəli. dediklərimiz var. B1-imiz və B2-miz. Mənimsətmə əməliyyatı elədiyimizə görə B1-in zaten özü burada yerləşib ünvan olaraq təbii ki. Ampersant bu ampersanta da oxşamadı. Çarpı ampersant kimi bir şey yazır. Ünvanı burada yerləşib, amma dəyərləri burada yerləşib. Mənimsətmə olanda proqram boyu zaten B1 istifadə eləyəndə bu birinin ünvanının üstündən gedir. Elə bil əməliyyatlar. Mənimsətmədə də yenə bu başlayır, ünvanı buna verir. Yəni buna deməkdir ki, bax həmin bu ünvan gəlir buna da calaşır. Belə deyim, bağlanılır. Bu ünvan hip yaddaşda sadəcə bir dənə yerə istinad elədiyinə görə B1-dən də gəlsə eyni yerə çatırıq B2 ilə də. Ona görə də hər hansı bir üzərində elədiyimiz dəyişmə birbaş bura təsir eləyirdi. Bu da birbaş dediyim necə? Çünki birbaş gedə bilmirik. Gedirdi stəkə, ünvanını tapır, oradan deyir ki, bu ünvanda olan dəyərə 3 ver. İkisi də eyni ünvanı saxladığına görə, yəni dəyişiklik, yəni tetikləmə elə bir belə deyim də, yerə təsir eləyir. Ona görə bunların üzərində olan dəyişikliklər bir-birinə əlaqələnmiş şəkildə təsir eləyir və yaxud bir-birinə təsir eləyir. Yəni referans tipi bu. Burada misal üçün adi yazılış olsa int a bərabər 5. O Aha. stek yaddaşda olacaq da. Stəkdədir düzdür. Və Hə, stəkdə amma olması belə deyim də tək bunlara ayrıcaq bir şey deyil. Çünki bunun da bəzi məlumatlar əslində stəkdə olur. Amma məsələ burdadır ki, belə deyim də simple primitiv tip dəyişən olduğuna görə bu özündə məsələn A deyirsən, A, sorry, A belə deyirsən. Üstə gəlinsin 3. Bu birbaş gedir öz dəyərini götürür oradan oxuyur. Özünü 3 kimi təmsil edir. Sadəcə elə bilirsən necə? Normalda bir hansısa tutaq ki, şənliklər olur, üzlərinə maska taxırlar görünməmək üçün. hə, Elə bir tipli şənliklər orada. İndi mən ilk ağlıma o bəli, gəldi. Ə, bildim, bildim. A elə bil onu təmsil edir. Üzərinə maska taxıb, amma arxada birbaş olaraq üçü təmsil edir. Amma bunlarda isə fərqlidir artıq. Bunlarda isə belə deyim, elə bil
Necə məsələn, tutaq ki, bir dənə evdə yaşayırsan da, düzdür? Bəli. Harda yaşayırsan bu arada? At yalı Hə, eşitmisiniz? Asyalı Müşfiq. məsəl üçün Müşfiq Asyalı nə bilim ev ünvanı atıram da 5 nömrəli ev. Ha, Bu artıq sizin belə deyim də evinizi təmsil eləyir. Bu başqa bir evi təmsil eləmir. Məsələn bura burada artıq bax, sənlə bir yerdə ailən də yaşayanda hər məsələn sənə deyirəm ki, tutaq ki da get evinizi məsələn kraskala. Məsələn deyirəm də divarın takı rəngini dəyiş. Mən burada demədim ki, get həmin bax bu evi dəyiş, nə bilim nömrəsi boyunca dəyiş. Mən sənə sadəcə dedim ki, evin divarını məsələn qırmızıya boya. Sən gedirsən, neynirsən? Birinci evinizi tapırsan, evin divarını gətirirsən, rəngləyirsən. İndi bax burada divarın rəngləməsi var ha. Evdə qalan məsələn digər valideyn və yaxud da belə bir bacı qardaş deyək də fərq eləməz, ailə üzvü deyək toplamda. Hər ha. bir ailə üzvü üçün rənglənmiş olur da. Divar yəni sənin üçün rəngləndi, digərləri gəlib baxanda o rəngi görəcək də, yəni görməmə şansları yoxdur. Çünki eyni yerdən söhbət gedir. Burada da bir Bəli. məsələ belədir. Mən burada sənə müraciət eləyirəm. Sən elə bil buradakı həmin B dəyişənimiz yox idi. Gedirsən stekdən ünvanı götürürsən, ondan sonra gedib tapırsan evi. Mən burada birbaşa demədim ha. Get məsələn at yalı 5 nömrəli evdə olan divarı rənglə demədim. Mən birbaşa sənə dedim ki, get evi rənglə. Sən elə bil Ha. özündə evin ünvanını saxlayırsan, ev məlumatlarını bilirsən. Amma mən sənə demədim axı ki, get filan nömrəli evi rənglə. Mən sənə dedim ki, hə, evi rənglə. Bu elə bil əslində referans tipdə buna bənzər situasiya çıxış eləyir də. Gəlib buna müraciət edəndə gedir stəkdən öz məlumatlarını oxuyur. Dəyişənin adındır, ünvan hansıdır onu götürdü. O da ünvan da bura bağlanıb pip yaddaşı. Gəlir burada dəyişiklik eləyir. İndi həmin bax ailə üzvləri məntiqindən çıxış eləyəndə, məsələn valideynlərindən biri ola bilər və ya ailə üzvlərindən biri də eyni yerə bağlandığına görə, o da eyni divarı rənglənmiş görəcək. Amma primitiv dəyişənlər də nədir? Əlində nə varsa elə bil odur. Yəni A-ya deyirsən ki, üst və üst gələcəm, o əlindəki birbaş elə rəqəmi çıxardıb sənə verir ki, üst 3-dür məndə də 3 gəl topla. Aralarında heç bir bağ olmur. Bildim. Okey. Hə, sonra nə deyəcəkdim? Açar söz olaraq bilirsən ki, klasslardan istifadə olunur. Klassların, hə, bir də ki, nə deyək? Məsələn, klasslara qədər belə deyim də, hər bir proqramlaşdırma ümumiyyətlə hansı bir anlayış gəlirsə, e, adətən belə deyim də, onun üçün bir şərait olur və yaxud ona bir ehtiyac olur və yaxud altında yatan bir səbəb var ki, niyə, yəni klasslar var. Çünki normalda klasslar zaten nədən təşkil olunub? Adi dəyişənlərdən, funksiyalardan və s. e, əvvəlcədən mövcud olan bir şeylərin və yaxud özəlliklərin, proqramlaşma dilinin mi deyək, özünün əvvəlki özəlliklərindən var olan bir şeylərin məcmusunda və yaxud toplusunda yaranıb. Əsas klasslar niyə görə yaranıb? Birinci belə deyəm. Məsəl üçün funksiyalar var. Funksiyalar nəyə görə istifadə edirik? Ümumiyyətlə bilirsən, niyə görə məsələn funksiyalar var? Funksiyalar işimizi daha rahatlaşdırır. Misal üçün daha çox kod yazmanın yerinə elə konkret funksiya var hesablayır. Aysa Yadda. təkrarlanan hissələri sadə halda desək, təkrarlanan kod parçacıqlarını çıxardırıq biz funksiyaya. Bunu təkrar-təkrar istifadə edirik. Və burada iki dənə bizi nədən xilas edir? Birinci məsələ təkrarlanmadır. Çünki düşün də bir funksiyanın içində yazdığın şey 20 dənə yerdə yazsan, sən nə qədər rahat ola bilərsən? Götür yaz, götür yaz. İkinci nüans nədir? Təkrarçılığın qarşısını digər tərəfdən mərkəzləşdirmə həyata keçirilir. Nədədir burada? Məsələn, bu funksiyanın kodunu açıq şəkildə 20 yerdə yazmısan, düzdür? Sabah bir dənə dəyişiklik gəlir ki, bu deməli bu 20 dənə təkrar yazılan yerdə dəyişiklik lazımdır. Sən indi gedirsən 20 dənə yerdə dəyişiklik eləməyə. Amma funksiyaya bax, bir dənə yerdə yazdığına görə gəlirsən əsas yerdən bir dənə dəyişikliyi elədin, bir də üzr istəyirəm, bir dənə yerdə. Çünki bu hər yerə təsir eləmiş oldu. Sən elə bir iki dənə əməli başda əziyyətdən qurtardı. Həm kodunun az yazmısan təkrar, həm də mərkəzləşdirmisən. Gəldin bir dənə yerdə dəyişiklik elədin, sonra davam elədin. Daha 20 dənə faylın açıb dəyişiklik eləmirsən. İndi bax, bunun da bir elə bil üst modelini düşün. Oxşar funksiyaları və onlara xidmət eləyən dəyişənlər ola bilər. Hazırda da variablelar deyək. Funksiyon elə belə yazılır bununla şərt. Dəyişənlər ola bilər, düzdür? Bunlarda paket kimi elə bil ortaq bir yerə çıxardırsan. Hansı ki,
belə deyim də, yaxın işləri görəcək. Məsələn, fərz eləyək, tutaq ki, riyaziyyatda e, trigonometriya ilə bağlı olan funksionallığımız var. Məsələn, sinusları hesablayan, kosinusları hesablamağa və s. və ilə axır. Onlarla bağlı olaraq funksiyaları yığırlar elə bir dənə qutuya, loril ilə desək də qutuya. Əlavə eləyirlər bunun içinə. Artıq bax, elə bir funksiya anlayışından çıxıb çoxlu funksiya və dəyişənləri bir dənə qutu halına gətirirlər. Bunu belə deyim, verirlər, rahat şəkildə istifadə edə bilirsən. Bu da bir növdə elə bir funksiyanın, daha doğrusu belə deyim də, funksiyanın var olmasını və yaxud funksiyanın anlayışının gətirilməsinin altında yatan bir-iki səbəb də burada əlavə eləyə bilərik. Kodumuzu yenə təkrarcılığın qarşısını aldı. Çünki zaten bizim klasslarımız funksiyalardan və dəyişənlərdən təşkil olunub da. Altında yatan funksiya təkrarcılığı və mərkəzləşdirməni həyata keçirdirsə, bizim klasslarımız da eyni işi ekvivalentində görmüş olur. Çünki klassımızın içində nədir? Funksiya və dəyişənlərdir. Bir növü budur. Ondan sonra məsələ nə idi ki, təhlükəsizlik məsələsinə görə, məsələn, inkapsulyasiya məsələsi var da burada. Bizə lazım olan propertiləri, hə, bu arada klassın içində olan özəlliklərə bilirsən də, properti və field anlayışı var. Properti, getter, setter özəllikləri olan, fieldin isə o özəlliklər olmayandır. Və propertinin və belə deyim də, fieldin olma səbəbləri də müəyyən qədər fərqlənir. Aşağı-yuxarı oxşuyurlar. Məsəl üçün elan olunmasıdır, tipidir, yadının yazılışıdır. Bunlar eyni strukturdadır. Sadəcə getter setter propertilərinə fərqlənirlər. Orada da məsələ nədən ibarət? Bayaq dediyimiz məsələmiz vardı ki, biz bizə lazım olan məlumatlara, daha doğrusu klassın içində yerləşən məlumatlara əl yetərlilikdə accessibility-ni tənzimləyə bilirik. Hansı ki, bayaq qeyd eləmişdik, private, public, protected və s. Həmin bu açar sözlərlə istifadə olunur. Bizə lazım olan informasiyaların hansılar ki, deməli belə deyim də, kənardan əl çatanlığın dəyişməsini belə deyim də məhdudlaşdırmaq istəyiriksə, o dəyişənlərin qabağında həmin lazım olan access modifierlər və yaxud əl yetərli təmin edən nə açar sözlər belə də tərcümə edə bilərik də. Onlardan istifadə eləyərək bunları təmin edirik. Bu da bizim belə deyim də bir növ lazımsız dəyişikliklərdən qurtulmuş olur. Məsələn, istəyərik ki, biz bu sadəcə klassımızın içində fəaliyyət göstərsin. Onda biz hə, private yaza bilərik. İstəyərik varislik prinsipinə görə varis olan törəmə klass istifadə edə bilsin və yaxud dəyişə bilsin. Protected yazarıq. Hər yerdən əl çatanlıq da public yaza bilərik. Hər yerdən də əl çatanlıq nədir? Bu o deməkdir ki, klassımızdan yaranan instansın və yaxud belə deyim də törənən dəyişən də deyə bilərik də. O və yaxud obyekt deyə bilərik. Obyekt vasitəsilə çata bilərik. Public yazanda. Düzdür, orada statik məsələ də var. İndi ona da gələrik. Obyekt vasitəsilə əl-yetərlini təmin edə bilirik və belə deyim də proqram kodumuzun boyunda istifadə edə bilərik. Sonrakı özəlliyi nə idi? İndi elə indicə qeyd elədiyim məsəl üçün dedik ki, biz protected olanda varislik məsələsi gözlənilir. Kod varislik də əslində düz obyektin ümumi proqramlaşma əsas prinsiplərindən biri də varislikdir, düz bilirik artıq. İnkapsulyasiya varislikdir və s. Varisliyin də əsas elə bil altında yatan səbəblərdən biri də budur ki, kod təkrarını yenə azaltsın. Niyə görə? Bir dənə base class düzəldirik. Bununla işarə ilə base, bc-da tutaq ki, base class. Bunun içərisinə oxşar olacaq funksiyalar ola bilər və yaxud funksionallığı deyək də. Funksionallıq deyəndə həm orada lazım olan dəyişənlər ola bilər, həm də metodlar ola bilər. Bunları yığırıq. Sonra bizim digər alt klasslarımız e, hansı ki, belə deyim də B2, B3-ümüz var. Bunların artıq ortaq funksionallıqları var. Hər birinin içində təkrar-təkrar qeyd eləməkdənsə, eyni məntiqlə. Bax, funksiyalardakı məntiq necədir? Eyni qayda ilə izləyirlər. Götürürlər burada təkrar yaranan hissələri. Üçünü də götürürlər. Eyni də zaten. Əlavə eləyirlər bir dənə digər klassın içinə. Oradan da varis alma yolu ilə bunların hər birinə tətbiq olunmuş olur. Və bu da bizdən kod təkrarını azaltdı. Bunu məsələn funksiyalarda artıq eləyə bilmirdik də bir növ desək. Çünki funksiyalar bir-birindən asılı deyildi. Ona görə bu belə deyim, varisliyi burada tətbiq eləmək biraz çətin məsələ idi. Burada da varislikdə də dediyimiz kimi belə deyim, bunların ortağında olan özəllik propertilər ola bilər, funksiyalar ola bilər və yaxud funksiyalar hər birini burada yazırıq. Burada varislik yolu ilə də biz əldə edə bilirik həmin bu
klassların içində. İndi lazım olan access modifierlərdə yenə özümüzə uyğun təmin eləyə bilirik. Ə, və hə bir də qeyd eləyək ki, məsələn bu base daha doğrusu base class və yaxud parent class deyək də valideyn class məsələsində bizim qarşımıza məsələn abstraksiya da çıxa bilər və yaxud interfeys məsələləri də çıxa bilər. Məsələn interfeysin var olmasının əsas məqsədlərindən biri də budur ki, C#-da normalda səvən C++-da belə bir şey var ki, bir klass bir neçə klassdan varis ala bilər. Bəli, bəli. Amma hə, C#-da bu funksionallığı yoxdur. Onun alternativ olaraq bu məsələni də belə deyək, interfeyslərlə müəyyən qədər həll eləyə bilirsən. Düzdür, orada da əslində yenə belə deyək, C#-ın versiyasına görə düzdür, interfeyslər artıq abstrakt klasslara çox yaxındır. Bu nəyi demək istəyirəm bunun altında? Belə deyim, bir neçə versiya əvvəl C#-da interfeysin içində artıq biz şey yaza bilmirdik də. Normalda funksiyanın gövdəsini yaza bilmirdik. Yəni interfeys nə üçün idi? Bu arada belə interfeys belə tez birbaşa söyləsə olmur. İnterfeyslər keçmişdiniz yoxsa? Xeyr, xeyr. Hə, yaxşı şey birdən. Eee, üstündən sürət keçəcəkdim. Abstrakt klass keçmişdiniz? Xeyr, abstrakt klass nədir ki, ümumiyyətcə? Mən Hə, birinci bilmirəm anlayış kimi. hə, yaxşı dedin. Deməli bax belə deyirəm onda. Eee Klasslarla bağlı varisliyi bildik də. Var, bu da klassdır zaten, bu da klassdır, bu da klassdır. Hər biri klassdır. Klassların bu arada bir neçə növü var. Məsələn, partial class anlayışını keçmişdiniz. Xeyr, xeyr. Hə, növlərini sadə onda sadalayım. Bir neçə dənə klass elə bil belində tipi deyək, növü deyək var. Onlardan biri məsəl üçün partial. Partial klasslarımız var. Abstract var. Abstract klasslarımız var. Düzdür, biraz yazılışını qəribə yazdım. Sonra sealed açar sözü keçmişdik. Xeyr. Hə, bu da varislikdə olan belə deyim də klassımızın tipindəndir və bir də statik klasslarımız ola bilər. Qısa olaraq üstündən keçim ətraflı belə deyək. Sil daha belə elində sadəsi var bu sildir. Bu nə işə yarayır? Normalda biz burada bax klass yaratdıq düzdür? Base klassı. Bundan bir dənə törəm aldıq B1 klassını yaratdıq. İndi biz istəyə bilərik ki, B1 klassımızdan kimsə törəmə almasın. Onun qarşısını almaq istəyirik. O situasiyada sealed olaraq sealed açar söz var. S-E-A-L-dır sealed. Elə bil belə deyim də, sealed eləməklə klassımızı ondan heç kim törəmə almayacaq. Bu elə bil nəyin qarşısını alır? Bayaq dediyimiz elə məsələnin bir qarşısını alır ki, yəni bundan kimsə törəmə almasın. Bu da yenə məlumatımızın elə bil əlçatanlığını biraz məhdudlaşdırmaq istəyiriksə, o situasiyada istifadə edə bilərik. Bir də digər tərəfdən də əslində backgroundda gedən proseslərdə bizə plus gətirir. Sürət belə deyim də, performans baxımından da əslində müsbətdir. Niyə görə müsbətdir? Shield belə deyim, klassların hər biri arxa tərəfdə işləyəndə bilirik də kodların C# kompilyasiya oluna bilən bir dildir. Bizim yazdığımız kod onsuz da ki, maşın tərəfindən başa düşülə bilən bir kod deyil. Burada hissələrdən belə deyim, kodumuz çevrilməlidir ən sonda maşın dilinə. Maşının da anlayacağı dil zaten ən basic-ə gedəndə də, basic-ə gedəndə 0 və 1-lərdən təşkil olunur. Amma bizim yazdığımız kodlar, məsəl üçün int yazırıq, nə bilim function yazırıq, return yazırıq və s. də bu açar sözlərin hər biri bizim dilimizə daha yaxındır və bura yaxın deyil. Bu situasiyada nə deməkdir? Mütləqdir ki, bu bizim yazdığımız C# kodları çevrilib, kompilyasiya olunub və çevrilib ən sonda 0-1-ə gəlməsi lazım. Burada da aralıq məsələlər var. Runtime'lar var, nə bilim, compilerlar var, aralıq dillər məsələsi var. Qısa olaraq belə üstündən keçək. Bizim yazdığımız kod aralıq bir dənə dilə çevrilir. .NET-in özü tərəfindən və yaxud Microsoft tərəfindən. .NET özü də bir platformadır və bir neçə dili bu arada dəstəkləyə bilir. Visual Basic ola bilər, nə bilim, C# F# ola bilər. Bunları yaza bilərik, yəni .NET-in üzərində. Və bunun da hə, yer gəlmişsə onu da qeyd eləyəm. Məsələn, bu C# dili deyil, eyni anda F# dilini də dəstəkləyə bilir. Burada məsələ necədir? C# dilinin kodlarını bir dənə aralıq dilə çevirən proqram təminatı deyək və yaxud kompilyator deyək də o var. F#-da da eyni məntiqlə. Hərəsinin özünün kompilyatoru var. Amma bu ortada aralıq dil var. ML və MSL deyirlər buna. Bu dil aralıq dildir. Hər biri buna çevirir.
Bundan sonrakı belədiyində compiler işləyir artıq JIT. Çevirir bunu 0-1-lərə. Ona görə .NET platformasında müxtəlif məsələn F# ola bilər, C# ola bilər və yaxud da Visual Basic ola bilər. Bu formada işləyə bilirlər. Gəlir kodu çevirir bu aralıq dilə, bu da özününki çevirir aralıq dilə, bu da çevirə bilər aralıq dilə. Buradakı dil ümumi olduğuna görə burada sadəcə bir dənə belə deyim də çevirici bəs eləyir ki, bunu maşın koduna rahatlıq şəkildə çevirə bilsin. Ona görə .NET platforması üstündə bir neçə dil işləyə bilir. Hə, nəyi deyəcəkdim burada? Ə, Bu çevirməni deməkdə məqsədim nə idi? Sealed açar sözlüyündə bu situasiyadadır yenə. Elə bil kodlar çevriləndə, kodu yazmısan da düzdür? Kompilyatör bunu zaten bilmir ki, bundan belə deyim də varis alına bilər hardasa, yoxsa yox varis almasına ehtiyac ola bilər, olmaz. Hər hansısa bir yerdə varis almağına ehtiyac qaldı, qalmadı, bunu yoxlayır ki, kompilyator arxa tərəfdə. Qala bilərmi, yoxsa yox? Bu özü bir yoxlama əməliyyatıdır da. Bunun üçün müəyyən qədər resurs gedir, zaman gedir və s. Resurs istifadə olunur. Amma sən bunu sealed açar sözü ilə işarə elədinsə, artıq kompilyator deyir ki, bu birmənalı olaraq bundan heç bir yerdə varis almayacaq. Ona görə də bu varis alma məsələsini elə bir bağlayır. Başqa əlavə ekstra belə deyim, yoxlamalar həyata keçirir. Background tərəfdə də elə bil ki, sürət baxımından bunu əldə edə bilərik. Bu dediyimiz o seed klasslardır. Varisliyi sadəcə kəsmək üçün. Və yaxud nəzərimizdə var ki, klassımızı qurmuşuq. Bundan heç bir şey varis almayacaq. Onda seed olaraq işarələməmiz bizim üçün hər iki tərəfdən performans, belə deyim, hər iki tərəfdən müsbətdir həm performans, həm də belə deyim, kodumuzun yazılışı baxımından. Sonrakı nə idi? Bu partial klasslar idi. Partial klasslar nədir? Bizim məsələn klasslarımız olanda bu hissəni gəl bir dənə yox silməyə birazdan silərəm. Nə rəng dəyişiyinə də qarışıqlıq düşməsin. Partial klasslar nədir? Məsələn biz dedik ki, klasslarımızın içində həm funksiyalar, həm də dəyişənlərimiz ola bilər. Bunların sayı çoxalanda, məsəl üçün də düşün indi klassın içində 10-15 dənə funksiya var, 15-20 dənə də dəyişən var. Bunun oxunaqlılığı biraz çətinləşir də, çünki faylın belə deyək də, içində olan kod sətirləri çoxalanda biraz oxunması çətinlik olur. Bu kimi situasiyalarda partial klasslardan istifadə edirlər. Partial açar sözündən istifadə eləyərək bir klassımızı 2-3 dənə klass kimi göstərə bilirik. Məsələn, normalda tutaq ki, bizim book klassımız var da, düzdür? Bu klassın içərisində olan funksiyaları götürərək bir başqa yerdə yaza bilərik. Bunun içində olan dəyişənləri götürüb başqa bir yerdə yaza bilərik. Onda hər iki klassı partial açar sözünə işarə edir ki, bunlar bir-birinin hissəsidir. Bizim üçün ayrılır, amma kompilyator arxa tərəfdə book sözün partial və book sözünü görür. Deyir ki, bunlar fisioda harda partial book varsa götürür onları birləşdirir ki, bunlar bir dənə klass. Partial klasslar və burada yarayır. Biz əsas klassımız deməli bir neçə dənə hissədə yaza bilərik. 2, 3, 4, 5, yəni burada şey yoxdur, say yoxdur. Partial ona görə yarar. Sonrakı klass dediyimiz kimi statik klassdır. Statiklə əslində abstrakt klass biraz daha geniş mövzulardır. Partial-la sealed belə deyəndə biraz sadə halda da belə deyəndə sadə halda başa düşüləsi bir şey. Statik klasslarımız da nədir? Ümumiyyətlə statik klassa keçməmişdiniz, hə? Xeyr. Hə. Statik müəyyən biz məsələn şeydə var, klassın içində yazılanda onu bilirəm. Amma belə Əslində o açar sözünə daha yaxındır. Hansı ki, məsələn, statik açar sözünü nəyə görə yazırdıq? Əgər ki, lazım ola bilər klassımızın içində olan elementlər, funksiya və yaxud propertiləri biz obyekt almaq yolu ilə və yaxud instans almaq yolu ilə deyil də klassımızın adı ilə birbaşa çağırmaq istəyəndə bu kimi situasiyalarda istifadə edirik. Statik klass da əslində oxşar məntiqlə çıxış eləyir. Belə bir şey soruşum. Funksiyalarda extension funksiyalar keçmişdiniz. xeyr. Biz ümumiyyətcə funksiyanı asla bu keçməmişik. Hə, Metod falan, metod keçmiş, metodlar yəni belə keçmişdik. Klasslar da, funksiyalar, metodlar da. rekursiv anlayışlar, bunlar heç keçməmiş sonda funksiyalardan. Xeyr, xeyr. Hə, hə, onda onlara da bir baxarıq elə. Bir dəqiqə, onda klasslardan öncə bəs hansı mövzunu keçdiniz ki, belə funksiyanı Biz keçdiniz? klasslardan da massivlər keçmişik. Dövr operatorlarıdır. Aha. Şərt
şart operatorları, Hə, hə, adi bu da hə, funksiyalar. siz dediyiniz primitiv dəyişənlər, yəni bu cür məmələ keçmişik. Hə, bildim. Gərək funksiyalar Yəni, keçib ondan sonra keçərdik klasslara. Mən elə bildim funksiyaları. Onda gözlə statiklə mən xəbərim olmayıb ki, arada funksiya, hə, heç yadımız. okey. Onda statiklə belə bunları abstrakt qalsın deyə növbətiyə keçərik. Bunlar aydın oldu Bəli, da sil klassdan parçalayır. Onsuz yenə qayıdacağıq bunların üstünə. Prosta ilkin anlayış üçün belə dedim. hə, bildim. Yəni bu buranı təmizləyək. Funksiyalar hə bayaq dediyimiz kimi ya bu anlayışı bilərsən də, yəni zaten üstündən keçdik. Kodumuzun təkrarçılığının qarşısını almaq üçün istifadə olunur. Elan olunma şəklin falan bilirsən də yəqin funksiyaları. Yoxsa Necə, funksiyalar göstərsin. necə elan olunur, necə yaradılır? Bizə yadıma salmağa çalışım. Hə, işte, ABC-dən işte, JavaScript-dən yadıma hə, salmağa çalışacağam. hər bir fərq eləməz. Elə bil ki, məsələn, sadədən düşün də. Bu funksiyanın Adi müəyyən bir əməliyyat. adlıdır. Hə, Bir də mötərizədə yazırıq da. onlar mütləq olmalıdır da. Nəyə görə? Elə bil ki, bu bizim kod parçamızda düzdür. Bunu biz başqa bir yerdə çağırmaq üçün nədənsə istifadə etməliyik. Buna görə də nə mütləqdir ki, bunun adı olmalıdır. Düzdür? Name olmalıdır. Sonra bu kodların yazılan kodları da belə deyim də bir əhatə edən bir şey olmalıdır. O həmin bu skopka adlanır, yazılış strukturundan desək. İndi bu bir iş gördü. Funksiyamız müəyyən bir iş görür. Ola bilər ki, ondan biz nəticə gözləyək, hər hansısa bir verimdə nəticə gözləyək, ola bilər ki, gözləməyə bilər. Ona görə də funksiyanın mütləqdir ki, qayıdış tipi olsun, return type. Return Bu type. metod sayılmır müəllim. Əslində Metodla funksiya. funksiyanın metodu belə deyim də, sadə halda baxanda ikisi də eyni şeydir. Gəlir funksiya klassın içinə girəndə metod adı ilə belə deyim də çıxış eləmiş olur. Hə, misal üçün mən static void sonra metodun adını yazırdım, heç Hə, nə hə, olmur. hə. Bunların hər biri əslində Bu hər ikisi. metodda funksiya cavabı Klassın statik. içində fəaliyyət göstərirsə buna metod deyilir. Normalda funksiyadır. Əsas elə bil ümumi anlayış funksiyadır. Hə, bildim. Hə, o cür yəni keçmişəm. Yəni bu cür yazmışam, amma Hə, sırf başa düşdüm. Hə, metod funksiya deyəndə qarışdırma. Bu demək olar ki, 100-də belə edim də 80-90 bunlar üst-üstə düşür. Sadəcə işlənmə yerinə görə adlandırılması belə olur. Klassın içində olanda metod adlanır. Burada olanda da funksiya kimi fəaliyyət göstərir. bildim. Hə, bu anlayışlar